Rəngarəng dillərin, fərqli mədəniyyətlərin bir araya gəldiyi Nizami küçəsindəyik. Burada hər gün müxtəlif ölkələrdən gələn turistlərlə qarşılaşmaq mümkündür. Gəlin xarici qonaqların ölkəmizlə bağlı təəssüratlarını birlikdə öyrənək. İçəri şəhərdə tarixi məkanları ziyarət etmişəm. Həmçinin Dağüstü parkda olmuşam. İnsanların müxtəlifliyi diqqətimi çəkdi. Rəngarənglik şəhərə xüsusi abava qatır. Görməli yerlər çoxdur. Ona görə düşünürəm ki, şəhərləri və maraqlı məkanları kəşf etmək üçün ən azı 1-2 ay vaxt lazımdır. Gələcəkdə Şahdağ, Quba və digər yerlərə də getməyi planlaşdırıram. Bura çox gözəl ölkədir. Diqqətimi daha çox çəkən təhlükəsizlikdir. İnsanlar çox qonaqpərvərdirlər. Hər şeyi ürəkdən təklif edirlər. Bakü çok güzel, çok beğendim. Dün geldim, bugün daha çok geziyoruz, çok beğendim. Türkiye'den daha güzel sanki. Şəhərə vurğunam. Xüsusilə də yay aylarında burada gəzmək çox xoşdur. Memarlığı da diqqət çəkir. İnsanlar hoşgörülü, keyifli, yemekleri güzel. Kardeş ülkemiz. Güler yüzlü insanlar, hürmetkar, misafirperver, herkes ilgileniyor. Mutluyuz burada olmak. 20 gündür buradayıq və hələ 10 gündə qalacağıq. Qəbələni, Şahdağı ziyarət etmişəm. Çox gözəl yerlərdir. Bu Azərbaycana ilk səfərimdir və həqiqətən də zövq aldım. Kiminin ilk dəfə səfər etdiyi, kiminin isə davamlı gəlmək üçün seçdiyi ölkələrdən biri Azərbaycandır. Paytaxtın mənzərəsi göstərir ki, bu mövsümdə ölkəmiz qonaqlı olacaq. Layla Allahverdiyeva, Emin Əhmədzadə, ASTV Xəbər. 20 gündür buradayıq və hələ 10 gündə qalacağıq. Qəbələni, Şahdağı ziyarət etmişəm. Çox gözəl yerlərdir. Bu Azərbaycana ilk səfərimdir və həqiqətən də zövq aldım. Kiminin ilk dəfə səfər etdiyi, kiminin isə davamlı gəlmək üçün seçdiyi ölkələrdən biri Azərbaycandır. Paytaxtın mənzərəsi göstərir ki, bu mövsümdə ölkəmiz qonaqlı olacaq. Layla Allahverdiyeva, Emin Əhmədzadə, ASTV Xəbər.